Salam, mən Ravil Akişiyev. Sizi Asset Pro kanalında görməyə çalışacağam. Bugünkü mövzumuz bizim time frame haqqında olacaq. Gördüyünüz kimi, məsələn, bu qrafik gündəlik time frame-də əks olunub. Time frame, yəni müəyyən vaxt aralığı deməkdir və siz hər bir time frame-ə keçid edərək orada, müəyyən qrafikləri izləyə bilərsiniz. Məsələn, bu həftəlik time frame-dir, burada vəziyyət başqa cürdür. Bu aylıq time frame-dir, burada vəziyyət tamamilə ayrıdır. Yəni aylıq time frame sistemində sizin hər bir barınız yaxud da şamınız fərqi yoxdursa, bu artıq bir ay deməkdir, yaxud da məsələn 1 dəqiqəlik time frame-ə girəndə həmçinin bu bir dənə şamınız yaxud da bir barınız, 1 dəqiqə deməkdir. Həmçinin bu saata da aiddir. 4 saatlıq da hər bir şam, hər bir bar 4 saat deməkdir. 1 saatlıq da 1 saat deməkdir. Ümumiyyətlə, mən bir iş dərs dediyim kimi, ilk mövzuda daha doğrusu dediyim kimi, qlobal time frame-lər gündəlik və gündəlikdən yuxarı olan time frame-lərə aid. Məsəl üçün həftəlik, aylıq, yaxud da gündəlik. Böyük oyunçular hər zaman çalışırlar, yəni şəkli qlobal görsünlər və öz maxinasiyalarını, spekulyasiyalarını və təbii ki, strategiyalarını, yəni qlobal şəkildə qurmağa çalışırlar. Lakin ona baxmayaraq, siz öz strategiyanıza uyğun hər bir time frame-də, istər məsəl üçün 1 dəqiqəlik time frame-lərdə, istər hal-hazırda məsəl üçün mən sizə izah edeyim, 15 dəqiqəlik qrafiklərdə, 15 dəqiqəlik time frame-lərdə, yaxud da 1 saatlıqda, yaxud da 5 dəqiqəlik time frame-lərdə siz öz strategiyanızı qura bilərsiniz. Lakin dediyim kimi, siz ümumiyyətlə böyük oyunçunun nə eləməyini başa düşmək üçün təbii ki, yəni siz qlobala baxmalısınız. Yəni bütün qrafikə və qlobal time frame-də siz yəni düzgün, trendləri müəyyən etməlisiniz, düzgün olaraq analiz və proqnoz verməlisiniz və ona əsasən siz artıq keçib kiçik time frame-lərdə lokal trendlərə yaxud da qlobal trendlərə əsasən öz müəyyən strategiyalarınızı qura bilərsiniz. Yəni time frame-lər bundan ibarətdir. Yəni time frame sizə bunu verir ki, siz hər bir time frame-də hər bir ayrı-ayrı oyunçular oturur və hər seçdiyiniz time frame-lərdə siz öz strategiyanızı irəli olaraq, yəni hər müəyyən vaxt aralığında öz qazancınızı götürə bilərsiniz.